Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə bugün 3 dənə hissənin lisey qəbul sınavını paylaşacağım. 6, 7, 8. Deməli, lisey qəbul sınavı 6-dan riyaziyyat hissəsini izah edirəm. Diqqətlə qulaq asın. 4-cü sinifdir. Birinci sualımızda deyir ki, bir kəndə 100 litr süd var. Südün 1/4 hissəsini 5 litrlik qablara, 33 litrini 3 litrlik qablara, qalanını isə 7 litrlik qablara doldurdular. Cəmi neçə qab lazım oldu? İlk öncə biz neçə qab lazım olması üçün biz onu elədik. 100-ün 1/4-ni 5 litrlik qablara. 100-ün 1/4-i 25 eləyir. 25-i bölürük 5-ə, bərabər 5 dənə qab yazaq da. 5 dənə 5 litrlik qabdır. 33 litrli 3 litrlik. 33'ü 3'e böləndə 11 dənə nə olur? 3 litrlik qab. Qalanını isə. Bax, ümumi 100 litr süddür. Düzdürmü? Nə qədər? Neçə litr işlənib? Qalanını isə 7 litrlik qablara. Yeməli 25 və 33. Eləcək 58. 100-dən 58 çıxanda qalacaq 42. 42'sini də 7 litrlik qablara eləyəndə 6 qab lazımdır. Bizə deyir bunların neçə dənə, cəmi neçə dənə qab istifadə olunur? 5 üstə gələk 11 üstə gələk 6. O da eləyəcək 22 C variantı. İkinci sualımızda deyir, Qasım ilə Zeynəbin birlikdə 120 manat pulu var. Qasımla Zeynəbin. Qasım, Zeynəb. Qasımın pulu Zeynəbin pulunun 3 misli olduğuna görə. Zeynəb x-dırsa, Qasım 3x-dır. İndi buraları toplayıram. 3x plus x bərabərdir 120'ye. 4x bərabərdir 120'ye. X bərabərdir 30'a. Bizdən kimin pulunu soruşur? Qasımın nə qədər pulu var idi? 3 vurulsun 30 bərabərdir 90 manat pulu var idi. Üçüncü sual. Bu sual 80 kilometrelik yolun əvvəlcə 5/1'ini. 80'in 5/1'i nə qədərdir? 80 vuraq 5/1 bərabərdir 1, 16, 36. 16 kilometrini birinci dəfə. Daha sonra isə qalan yolun. Bax, qalan yolu tapmaq üçün 80'dən gedilən yolu. 16'nı çıxırım. Eləcək 4, 7'dən 1, 6. 64 kilometre. Sonra deyir ki, 64 kilometrin 2/1 hissəsini gedir. Yəni 32'ni. Aydındır. O deyəcək B variantı. Dördüncü sualda. P vedrəsinin həcmi 12 litr. R vedrəsinin həcmi 15 litrdir. P vedrəsi ilə 30 dəfə su daşır tökməklə dolan bir su kəni. R vedrəsi ilə neçə dəfə su töksən dolar. Deməli P vedrəsi 12'dir. R vedrəsi 15'dir. P vedrəsini 30 dəfə artırsaq, deyir R nə qədər dəyişir. Mən yazıram. 15x 12 vuraq 30. 1, 2, x bərabər 24. 24 dəfə su tökməklə R vedrəsi dolar. Bu şəkildə yazdıq. 5. 1 kiloqramı 5 manatdan alınan müəyyən qədər zeytunun kiloqramı 8 manatdan satılaraq 36 manat gəlir əldə edilir. Neçə kiloqram zeytun satılmışdır? Aha. Bunu tapmaq üçün deyirik biz 8 manatdan 5 manata çıxırıq. Eləyir 3. Ümumi manatımızı da 3'e bölürük. Eləyəcək 12 D variantı. 6-cı sualımıza baxaq. 6-cı sualımızda deyir ki, aralarındakı məsafə 780 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya hərəkət edən iki avtobus 4 saatdan sonra görüşdülər. Avtobusun birinin sürəti 95 km/saat olarsa, ikinci avtobusun sürəti neçədir? İlk öncə birinci avtobusun sürətlərini tapaq. Deməli, ümumi avtobusun 780'i bölürəm 4'ə. S 780'dir, T 4'dür. Və bunu 4'ə böləndə 1, 4,
3 38'in içərisində 9 dəfə, 36 20'nin içərisində 5. Ümumi yol 195'dir. 2 avtobus gəlir və qarşı-qarşıya gəlirsə, ümumi sürətdən çıxıram. Növbəti hansının sürəti verilibsə onu, o da bərabər eləyəcək 100 kilometrə. 100 kilometr bölünsün saata. 6-cı da elədi C variantı. 7-ci sualımıza baxaq. Tənlikdir. Tənlik sayda üsulundan həll edirik. 480 bölünsün x plus 24 bərabərdir 15'e. X plus 24'ümüz qalsın. 480 15'e böləndə 3 dəfə 45 32. X da bərabərdir 8'e. B variantı. İlk 2 ədədin cəmi 90. Əgər böyük ədədi 4 dəfə, kiçik ədədi 6 dəfə artırsaq, alınan ədədlərin cəmi 430 olar. Baxın, bunu təxmin etmə yolundan yazmışdım. Hansı ki, variantlarla yazmışdım. O da 8-ci D variantı uyğun gəlmişdi. Baxın, burada böyük ədəd 4 dəfə, birinci ədədi 4 dəfə artırarsa cavabınız uyğun gəlməz. Burada ədədlərini, seçdiyimiz ədəddən hansı ən böyükdürsə, 4'ü həmin ədədə vururuq. Burada 35-55 uyğun gəlib həmin misalımıza. Sonra 6-cı sualımız. 6-cı sualımıza baxaq. 9-cu sualımız daha doğrusu. 9-cu sualımızda deyir ki, onluqlar mərtəbəsi təkliklər mərtəbəsinin 2 dəfə çox olan 2 rəqəmli ədədlər üçün aşağıdakilərdən hansı doğrudur? Deməli, onluqlar mərtəbəsi təkliklər mərtəbəsindən 2 dəfə çox olan. Mən yaza bilərəm 22, 63, sonra 70, 84, sonra 90, 2 dəfə artı olanda yox. Bax, bunların ortaq bir özelliği var. Hamısı 3'e qalsız bölünür. Bölünürlər. 3'e bölünür, 3'e bölünürlər. Təkliklər mərtəbəsinin 2 dəfə çox olan ədədlər üçün aşağıdakilərdən hansı doğrudur? 21 bölünmür 2'ye ve her biri 3'e bölünür. Variantımız B variantıdır. Sonra 10. sual. Samir 200 manatda velosiped almaq istəyir. Lakin onun 106 manat pulu var. Hər ay eyni miqdarda pul yığıb. Bax, eyni miqdarda pul deyirsə, mən 6x götürürəm. Deməli, eyni olduğuna göre 6x plus 106 manatı var ve 280 manatı almalıdır. 6x bərabərdir 280'den 106 çıxanda 4, 7, 1, 174. X da bərabərdir 29'a. 29 da C variantıdır. Bizə nə soruşur? Bizə deyir ki, renkli isə uyğun kəsr hansıdır? Ümumi nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3. Ümumi 64'də nədir? Renkli hissəydə saysaq 49'da nədir? Deməli, bunun kəsr formasında 64'də 49 yazılış qaydası budur. Sonra 12-ci sualımız tənlikdir. X plus 48 bərabərdir 63-dürsə, x bərabərdir 48'den 63'ten 48 çıxıram. X bərabərdir 5, 15. X 15'dirsə, biz 585'i 15'e bölüb 133'e üstə gəlməliyik. 585 bölək 13 çıxaq, üstə gələk 133. Bu şəkildə misalımızı hesablayırıq. 13-cü sual. Deyir, saat 17:25'də yola çıxan avtobus növbəti səhər saat 8:45'də mənzilə çatarsa yolculuk neçə saat çəkər? Deməli 17:00 axşam saat 5'dir. 05:25'də 12 saat keçmiş olacaq. İndi 08 08 12 saat geçmiş oldu. 08 15'ten
yox 0,5 onu deməli 0,5 neçə idi? 25'ten ne kadar keçməlidir? 0, 9, 1. Düzdürmü? Yox, 2. 2 saat 90 dəqiqə, yəni olacaq neçə? 2 saat. 14 saat 90 dəqiqə, o da 60 dəqiqə çevriləndə olacaq. 15 saat 30 dəqiqə. Deməli burada nəyə fikir verməliyik? 12 saatimiz var. 05 05 25'te 12 saat olur. 08 3 saat gelsek 08 yok 3 saat yok. Saat 90 dakika. Yani 15 saat 30 dakikada. Ama burada 14 saat 50 dakika almıştık. Hansısa bir kaydaydı. 5.25'e 12 saatsa 7.25'e deyək ki 14 saatdir. Düzdürmü? Gəl belə hesablayaq. Bax 05.25'e 12 saatdir. 07.25'e 14 saatdir. Sonra 14 saatdir. 07 08.00'ın arasında 45 dəqiqə fərq vardır, düzdürmü? 25 ilə 00 yox 35 dəqiqə. 35 dəqiqə vaxt var. 35 dəqiqə 25 ilə 60'ın arasında 35 dəqiqə var. 14 saat 35 dəqiqə, 15 dəqiqədə 8.00'ın 15 dəqiqəsi. Deməli 14 saat 50 dəqiqə. Bax buna görə də mən videolarımı çox çəkə bilmirəm. Deməli 14-cü sualda deyir bir ayaqqabı usta 12 dəqiqəyə, köməkçi isə 15 dəqiqə təmir edir. 2 usta ilə 6 köməkçi 3 saata neçə ayaqqabı təmir edər? 3 saata. Bir usta bir ayaqqabını usta 12 dəqiqə 3 saatın içərisində. 1 saatimiz 60 dəqiqədirsə 3 vuraq 60 edəcək 180. Düzdürmü? 2 usta varsa bir usta bir ayaqqabını 2-12 dəqiqə hazırlayırsa gəlin belə 2 ustamız var. Köməkçi isə təxmini yazmayaq. 2 usta, 1 usta 180 dəqiqəyə gəl görə 12'ye bölək. 1 12 6 60'ın içərisində 5 dəfə 15 ayaqqabı dikər. Digər usta da 15 diksə olacaq 30 ayaqqabı. Digər isə dəqiqə 15 dəqiqə bir ayaqqabını 15 dəqiqə təmin edir. 180'i bölürəm 15'e
1, 15, 30, 12. 12, 6 ustadırsa 72. O da edecek 102. D variantı. Burada sadəcə 15-ci sual. Satıcı 20 toyuğun bir qismini 12 manatdan, qalanını isə 10 manatdan satır. Bu satışdan cəmi 232 manat kazanmış olarsa satıcı 10 manatdan neçə toyuq satmış olar? Gəlin baxaq. Deməli 10 manatdan variantlarla qoysaq 4 dənə satsa 4 vuraq 10 40 300 232-dən də 40 çıxıram 2 9 192. 192 həqiqətən görürük ki 12-yə bölünürmü? Bəli. Bölünür. Digər şərtlərdə altımı cavab 2-yə bölünməyəcəkdir. 2-yə yox, daha doğrusu 12-yə. Məsələn 6-nı qoysaydıq, misal üçün deyirəm. 6 dəfə 10 olsaydı 60 deyək ki 10 manatdan verib 232-dən 60 çıxsaq 2 13-dən 6 7 1 172 baxaq görək 12-yə bölünürmü? Bir dəfə 12 52-nin içərisində 12 yoxdur. Yəni biz burada şərtlərimizi elə qoymalıyıq ki 10 manatdan satılanlar tapandan sonra 12 manatlığı rahat bir şəkildə tapaq. 15-ci sualımızın sonuna gəldik. Leqisi altın riyaziyyatı bitdi. Leqisi altın məntiqindən davam edəcəyik.